istəyirəm. Deyirəm axı, mən onlardan görürsünüz, mən kim nədir özünə dözü bilər. Mən heç onlardan artıq söz danışmamışım. Sadəcə o Obusunun dediyi bəzi sözlər xətrimə dəydi. Boş ver. Kökəlmisiniz, hə. Chat uzaqdır. Və izləyicilər belə bilir ki, mən bəziləri ilə qaça-qaça, necə deyim, izləyicilər səhvəm deyin ki, sizə and verirəm Allaha səhvsiz də. Mən heç çox vaxt şəhərə çıxan, görüşməyə can atan, belə kimlərisə gedib stolunda oturan marağında deyiləm. Siz bunu ən azından canlıdan mən ola bilər, dilim acı ola bilər, həyasız ola bilərəm, amma ən azından bunu görmüsünüz ki, mən çox vaxt qaçıram. Qaçıram da, istəmirəm. Bunu da özünüz görmüsünüz. Görüşəndə də yarım saat, bir saat görüşürəm, şey eləyirəm ki, istəmirəm də. Çünki mənim daşım ağırdır. Canlı düşsün də cəhənnəmə ki. Məni sevənlər, istəyənlər qalsın bəsdir. Mənə dava kaos lazım deyil. Heç dava kaos eləmək də istəmədim. Mənə heç dava da eləmədim. Mən yenə onların xətrini yenə də çox istəyirəm, amma xətrimə dəyən bir kişi oldu. Düşür. Para qatılası heç nə yoxdur, boş verin. İzləyicilər də yazıqlar işə demir ki. Dalaş canlını düşür. Sən fake hesabı götür, bas bayrağı ördək. 4 gözdən domba gözləri zilləyib baxırsan, görək necə oldu. Bu dəqiqə əlivə vurursan, dava oldu, dava oldu. Rəxit. Bas bayrağı buradan, rəxit. Minisbət. Özünə hörmət eləməyən. Şikəst. Ördək. Ləman sındı. Çox sındım, dəhşət. Qırıqlarımı bilmirəm, hardan tapım birləşdirim. Bax, dünən gecədə çox negativsən. Ola bilər, mənim üz quruluşum belədir. Pərt oldun. Şükür Allaha kişi qucağında videolarım yox. İraq olsun. Artıq əsi hərəkətlərim yox. Niyə pərt oluram ki? Allah heç kəsə elə pərt eləməsin. Sən mənə görə narahat olma. Əleyküm əssalam. Mən o barədə danışmıram onsuz. Söhbəti bağlamışım. Amma neyse qızlar, boş verin. Bir dənə nömrə deyəcəm, yığın ona mırtdaşaq. Görün bu nömrə işləyir. Boş ver. Bax, dünən gecədə. Qızlar nömrə deyirəm, yığın 077
318 3099. Yo, qızıl deyil aşkım, müşteriyadır. Alo. Alo, salam. Salam. Necəsiz? Çox sağ ol. Siz necəsiz? Kımıydı? Çox sağ olun, mən də yaxşıyam. Canlıdan yığmışam. Sizi həqiqətən çox bəyənirəm. Ümumiyyətlə Sağ ol, ailəmiz, hamımız sizi çox bəyənirik. Və siz bizim yerlimizsiz həm də. Hə. Və siz heç vaxt üzülməyin də, yəni sizi belə görməyək. Həqiqətən pis olur. Çox, yo, üzülmürəm, nəyə üzüləcəm, heç vecimə də deyil mənim. Onlar da zarafat edirlər, onların xəsiyyətini bilirəm, deyib sonra sakitləşirlər, boş ver. Prosta bir-birimizi yanlış anladıq. O oradan dedi, mən buradan. O zarafat eləyir, zarafat eləyəndə qarşılığını qəbul eləyə bilmir, onun üçün. Sağ ol, düzdür. Yəni, üzülmə, boş ver getsin. Yo, üzülmürəm, çox sağ ol, Reyim. Öpürəm səni, sağ ol. Ay, bugün mənim internetim qatıqlayır, donuram yenə, qızlar. O mənə negativ, agresiv yazanlar var ha. Mənim heç nə demirəm, həyatımın onda bir hissəsini yaşayasınız. Heç nə demirəm, hamısını arzulamıram ha sizə. Və sizə üzünüzə dost görünüb, inşallah dalğızca danışan insanlar çıxsın qabağınıza. Sizin inşallah görünməni kimi əlinizin duzu olmasın. Siz həmişə insanlara bu gözlə yox, belə baxasınız, insanlar da həmişə sizdən istifadə eləsin. Sizi lox bilsin, sizin saflığınızdan, sadiqliyinizdən istifadə eləsin. Onda bəlkə ağzınız yansa siz mənə başa düşərsiniz ki, mənim aqressivliyimin səbəbi niyə belədir. Hər bir aqressiv insanın arxasında bivec insanlar durur. Bivec insanlar. O qədər yaxşı insanları bu dəqiqə inamsız, sərt. Bunu eləyən hamısını insanlardır. İnsanlara güvənirsən, inanırsan, dostcasına, fərqi yoxdur, necəsinə. İnsanlardan, necə deyim sənə, xainlik görürsən. Görürsən ki, sənin onlara yanaşdığın kimi insanlar sənə yanaşmır. Elə adam var ki, bəxti yoxdur da. Yəni, o adam özünü cırsa da, divara vursa da, o adamın bəxti yoxdur heç kəsin yanında. 5 barmağı vurun, 5-ini də bal elə, sənin heç kəsin yanında bəxtin olmayacaq. Sən nə inəsən də səhv çıxacaqsan, nə desən də pis olacaqsan həmininizə. Elə insanlar da var ki, naxışı güclüdür bacı. İnsandan insana fərq var. Başa düşürsünüz? Mən həmin o insanlardanam. Mənim elədiyim yaxşılıqlar göz qabağında deyil, negativ aqressivliyim göz qabağındadır. Valla. Güya mən can deməklə olacam yaxşı. Oturun burada 24 saat can eləyim sizə. Hə, nə olur, nə verirlər sizə? Hamı görür. Aqressiv deyiləm, sadəcə söz altında qalmıram. Bu qədər. O da mənə aqressiv göstərir. Niyə qorxur ki? Kim kimlə qorxur? Söz deyəndə heç kəsə xoş gəlmir. Yazırlar ki, Nikodan qorxsun. Nikodan niyə qorxun ki? Söhbəti bağladım, çıxdı, getdi. Boş ver.
Bax dünən gecədə çox yuxu görmüşəm. Gəzmədiyin oğlan qalmadı. Yaxşı eləyirəm. Ərsiz qadınam, özüm bilərəm. İstəyirəm 100 ilə gəzərəm, istəyirəm 17-si ilə gəzərəm, istəyirəm 200 ilə gəzərəm. Yaxşı eləyirəm. Əcəb eləyirəm. Zor eləyirəm. Yaxşı eləyirəm. Sonra 105 ilə gəzərəm. Sənə nə? Sənə nə? Zor eləyirəm. Sonra başqa. Başqa. Özüm bilərəm. Yaxşı eləyirəm. Başqa canım. Özüm bilərəm. Aleyküm əssalam. Bax dünən gecədə belə də qal zorsun. Vallahi stolun altında hərəkət edənləri görənlər yoxdur. İndi bu dəqiqə 100-ün 20% ərlərinə xəyanət edir. Subay qadınam, özüm bilərəm. Sənə nə var? Sənə nə var? Heç subayın başqaları ilə danışmağı ilə marağı yoxdur. Ərilər düşüb ortalığa bəzi. Gözləri yiyir cavan oğlanları, bir dəfə geyindirir, bir dəfə soyundurur. Gidişinlə məşğul ol. Əcəb eləyirəm, neynirəmsə. Yaxşı eləyirəm, atçot veriləsə ərim yox. Yaxşı eləyirəm. Sənə nə? Qriyyətimi çəkən çıxmısan? Çıxçələ işinlə məşğul ol. İlgit işinlə məşğul ol. Şükür Allaha ərim yoxdur ki, papağını soxum yerə. Elə işinlə məşğul olsa. Onu yazanların nəslində hansısa kimsə 100% ərinin papağını yerə soxanlardır. Yanıqlı qalıb ki, yazır. Ged işinlə məşğul ol. Elə. Kesinə gəzmirsən. Gəzəndə bir yerdə idik yəqin. Səndən bir yerdə gəzirdik. Özünə hörmət elə bir. Heç gəzənlərə deyən yoxdur, gəzirsən. Qurana and olsun. Bir söz əl dəfə yazmayın da uşaqlar. Zəng eləmək istəyirsiniz, zəng eləyin 077 318 3099. Yox, üzüm sətməyib, yaxşıdır. Vallahi bu yetim boşanmışın adı çıxıb. Cavan qızların əksəriyyəti gündə bir dənə 100 dənə oğlanla danışır, dostluq edir. Adın qoyurlar, qız uşağıdır, heç nə olmaz. Boşanmış dostluq eləyəndə sevgilisidir. Kim neyinir özü bilər. Əsas oda ərin yoxdur ki, əsas oda ərvin papağını yerə salmırsan ki, əsas oda bədəni və pula təhvil vermirsən ki, ondan başqa neyinirsən, zor edirsən. Heç kəsi dəxli yoxdur. Salam, salam. 077 318 3099. İstediği. Vallahi heç anormala Allaha and olsun, heç gəzənlərə deyən yoxdur, gəzirsən. O qədər ədalətsiz, haqsız dünyada yaşayırıq ki, ona görə də dünya dağılır. Bu evlər dağılır, sel basır, nə bilim, böyük kişilər balaca uşaqları nə bilim neynir, qaynata nə bilim gəlinini belə elədi, qaynana nə bilim oğlunun belə elədi, gəlin nə bilim qaynatası ilə qaçdı, gəlin nə bilim qaynı ilə qaçdı. Belə şeylər hamısı dünyanın dağılmağının əlamətidir, xəbərimiz yoxdur. Hamısı pisnimistiyimizin, bədniyabətdiyimizin o bəzilərimizin. Dünya, onun bunun haqqına girəcəyimizə biraz evimizdən içəri girin, görün evimizdə nə var, nə yox.
görün bir divanda kim oturub. Bacısı gecə 3-də 4-də gələnlər gəlib burada mənə qiriyyətdən danışır. Bacısı səhərə yaxın yoxa çıxanlar gəlib burada mənə qiriyyətdən danışır. Evindekindən xəbər olmayanlar gəlib burada mənə qiriyyətdən danışır. Git işinlə məşğul ol, and verirəm Allaha. Verdiğim nömrə zəng çatmır 077 WhatsApp-a yığın da nömrəni özünə niyə yığırsınız ki? Qutar bağla söhbət deyəndə söhbət edirəm. Nəyi bağlayayım? Hansı söhbəti bağlayayım? Əsəbdən əsir, yox, əsəbi deyiləm. Kalbim kırıldı. Zobum var, hə, varımdı. Cəmaatın bacısıyla işim yoxdur. Mənim cəmaatın bacısıyla işim yoxdur. Mən artıq yazanlardan danışıram. Mənim cəmaatın bacısıyla nə işim var? Burada girib ağzına gələni danışanlardan danışıram. Pişik güneli canlı kimə paylaşırsan ömrüm? Julia, çox sağ ol ömrüm. Ya gördüm paylaşırım ve maraqlı geldi kimi paylaşırdınız. Salam, salam. Səs gəlir hə oradan, bağlayın. Zəng gəlmir WhatsApp-a qızlar 077 318 3099. Əvvəl səndən zəhləm gedirdi. İndi başa düşmədim. Yox, radara düşmədi, yox, paylaşdım, maraqlı gəldi kimi paylaşdım. Peki dostlarına paylaşır, maraqlı canlıdır. Neçə kilosuz? 59. Bəli. Lap yoxdur axı. Necə zəng edirlər mənə? Alo. Salam. Bəylər yığmasın da, zəhmət olmasın. Oğlanlar yığmasın, qızlar yığsın. Da. Qızım var, cəmaatın qızlarına söz atma. Aşkım, mən ərin avladanlara, əxlaqsızlara, o cəmaata əxlaqdan danışıb, əxlaqdan xəbər olmayanlara sözümü deyirəm. Deməli, sən eləsən ki, göynüyürsən. Qiriyyətin varsa sözüm sənə niyə təsir edir, hə? Soğan yeməmsən, nöş göynüyürsən. Az. Git işindən məşğul ol. Baxıram o video kayıtlarımın altında da giş kommentlər yazırsınız. Yaman yanırsınız. O bəzilərimizə toxunur deyəsən. Səni niyə boşayıblar? Məni boşamayıblar, mən boşanmışam. Canım mənim. Mən cəsarətli oldum, mən boşandım. Çünki kölə getməmişdim, arvad getmişdim, xanım getmişdim, gəlin getmişdim. Gəlinlik bir şey görmədim, qayıtdım dədəmin evinə. Bir sakıncası mı var canım? Başqa sözüm mü var? Kölə olmağı istəmədim. Kölə olmadım, gəldim özüm ağası, özümün xanımı oldum. Sana ne? Hər boşanmış qadını ər boşuyur, zırt. Onun corabın kim yuyacaq? Onun çikli paltarları kim yuyacaq? Onun hambalçılığın kim eləyəcək? Qabağına kim yemək qoyacaq? Onun nazın kim çəkəcək? Eləsin kim boşayar ömrüm? Yazıq. Elə bilirlər boşananda qadın ər boşuyur. Elə dünya yoxdur. Qadın bezir və gedir.
Sən Hacı xanımsan. Ay Allah, güya sən Hacı xanımsan ay bacı. Oğlanla danışmağa qalsa sən də danış. Oğlanla danışmağa qalsa sən də danış. Oo, telefon qızıb. Necə keçim onu? Ləman kayıt. Aşkım, çox sağ ol, kayıt edirsən mənə. Amma dünən sənə dedim, axı dedim ki, bəzi hərəkətlərin xoşuma gəlmir. Səni bəzi yerlərdə görürəm və o mənə xoş deyil. Onu gördüm, mənim adımı dəyiş, zəhmət olmasa. Başqa kayıtlar elə, başqa səhifələr şeylə. Mənə paylaşma. Mənim səsim gəlir, uşaqlar. Qurtlu paxıl çoxdur. Kim kimə paxıllıq eləyəcək? Paxıl dolalar. Hər kəsin yetər qədər hər şeyi var. Paxıl sözü mənə bəzən çatmır. Sevuş, istəyirsən ki, o tərəfdə bax. Rahat. Öbürsü otaqda mən burada şey. Sən də şey varsan. Kafamızdan özü oturmuşsan ol. Kara gözler, kara gözler. Ben ona olmuşam aşık. O mənə uyğudur aşık. Çox istidir. Alo. Alo. Bəli. Necəsən Ləman? Sağ ol, yaxşıyam Caniko. Mən səni fanlamayım. Səhifə yoxsa belərəm? Səsin gəlmir. Nə oldu adı bugün? Kara gözler. Geldim kızlar. Çok istedim. Uşaq idi kiminsə. 18 də yaş olardı. Ay necə istedim, oh my god. Bu nə sırğadır? Bu mişqadır bacı. $15 rahat aça bilmirəm. 16'nın da zaratkası yığmır ki. 17 ne? Allah, bu nə istedi belə, yanıram. Yo, siz bunun belə olmağına baxmayın. Çox ağırsız, çox rahatdır. Kızlar, canlımı paylaşın, ürəyim rahatdır. Yaraşır, sağ ol. Gör, bugün o səhifəni paylaşacağız. Canlım getmişdi axı, bilirsiniz. Gücdən qaytardım qızlar. Dünənlərim elə sözlər var. TikTokda təzə qaydalar çıxıb axı. Başıva falan şey düşsün, bəsmər şey düşsün, qarğış falan. Oje da TikTok elə şeyləri götürmür. Götürüb ona görə canlım getmişdi. Yalvar yaxar TikTokdan qaytarmışam. Amma canlım qısıtlama altındadır yenə də. Yığıram deyir Zeynə. Mənə çox adam deyir, yığıram sən zəng gəlmir. Mən məsələn WhatsApp-ımda problem var qızlar. Mən neyniyim? Başqa nömrə... Bir dənə nömrə verim, ona yığın. Görüm ona zəng gəlir. Bunda WhatsApp-ı silmişəm. Yeniləmişəm də, güncəlləmişəm də. Xeyri yoxdur.
Amma səhifəm düzəlir hə, yavaş-yavaş fikir verirsiniz, yoxsa mənə elə gəlir qızlar. Məncə o proqramist var bir dənə təzə tanış olmuşam, çox güclüdür. O mənə deyir ki, səhifəm bir ay dayanmadan eyni saatda səhifəmin aktivliyi qalxacaq. Deyirəm ki, düşür də, canlı düşür, qalxır, problemlər var, deyir düzələcək. Evlidir də Eşref. Nə bilirsən evlidir ömrüm? Bax, tutaq ki, deyirsən evlidir. Nə bilirsən evlidir? Yanındasan. Qəribə insanlar sizə nə qədər haqqa girir sizə? Vallahi bu dünya niyə belə ədalətsizdir? Quran and olsun yanıb yaxılıram. Mənim bu aqressivliyimin səbəbi çox ədalətsiz dünyadır həqiqətən. Belə şeylər deyə. Düzgün insanlar namərd çıxır. Namərdlərin çoxsu mərd çıxır. Quran haqqı yanıram. Bilmirəm kim məni kimidir. Yanıram da qızlar. Haqqı görəndə ürəyim partlayır da. Vallahi paxıllıqdan deyil. Səhvi görəndə cırılıram da. Mən səhv bir şey görəndə danışmasam, yəni məndən asılı deyil də, gərək orada fikrimi bildirəm. Özümdən asılı deyil. Çox belə ədalətsiz dünyada yaşayırıq. Qurana and olsun. Tövbə. Bax, getsin Quran haqqı, nəyə istəyirsiniz and içərəm. Getsin normaldan danışıram. Bir qız 5 dənə oğlanla danışsın, deyəcəklər pozğunsan, tərbiyəsizsən, əxlaqsızsan, namussuzsan, filan şeysən, bəsmən şeysən. Amma getsin pozğunun biri, pul olanın biri, ev olanın biri, hamıya aid deyil bəzilərinə. Elə yaxşı alacaqlar. Onun hər şeyində ötbastır edəcəklər. Deyəcəklər, nə olar ki? Hə, nə olar ki? Ne olar ki canım? Haqsızlıqlar məni yandırır ömrüm. Məni haqsızlıqlar yandırır. Mənim dədəm olsaydı, mənim arxamda qardaşım olsaydı, mənim pullum olsaydı, məni ha qoyardılar, mən boşanım, ayrılım. Ha məni o evdə biri deyərdi, qaşımın üstündə gözüm var. Tək məni yox, o Lüboy qızları. O evdə o qız qaynanalıq eləyərdi, inanırsınız? Ki, indi çoxsu da elə deyilIr. Bilmirsən, gəlin hansıdır, qaynana hansıdır. Ona görə deyirəm ki, vallah da, billah da, mənə çox adam deyir, səhv danışırsan, mən səhv zat danışmıram, mənə haqsızlıqlar yandırır. Bəli. Danışmayan adamlar mənə çatmır da. Quran haqqı, kasıbın qızı getsin ərə, əlindən bir iş gəlməsin, deyəcəklə boyvu yerə soxum anavın. Bir dənə iş öyrətməyib sənə, ərrik qızsan, sülənməkdən başqa, ərə gəlib zad eləməkdən başqa heç nə bilmirsən. Amma atası, arxası dayağı olan bir qız heç nə pişirməsin, deyəcək, can, başıva, dönərəm, ömrüm, bilmirsən öyrədərəm, mama qurban. Hə. Vallah. Çox ədalətsiz, haqsız. Düzdür, yaxşı insanlar da var. Hamısına deyə bilmərəm. Amma əksəriyyət elə deyil. Elə deyil. Əsas o da ərin yaxşı olsun. Ər səni tutsa, el də səni tutar. Vallah. Ərin yaxşı olsa elə bir ki, bir dənə piyango olmusan. Ərin ki, arvad ağız mımıq oldu, apar tulla. Mımıq var, mımıq, bildiyim mımıq. Mımıq. Apar tulla mımığı. Mımıq olmaz.
Bilmirsən anasını alır yoxsa özünü alır. Dümbələk. Anam nə dedi? Aya. Bu vızı vatanlar mənə çatmır da. O çoxsu qaynanadan ayrı qalır. Bəzilərinə aiddir. Ağzı istəyir dedi. Mən qaynanamın başına dönərəm. Zurnanın səsi qıraqdan həmişə bir sən necə gəlir? Elə gözəl gəlir. Elə gözəl gəlir. Rəbbim. O bir yerdəki səhərdən axşama kimi cıqqı-cıqqı o otaqdan bu otağa, bu otaqdan o otağa keçib mazgi olursan. Mazgi olursan. O ildə bir dəfə qonaq çağıranlar elə bilir elə hava elə belə də xoşdur. İldə bir dəfə görən olur gəlin xanım. Mən qaynanamın mən də ildə bir dəfə görsəm başına da dönərəm hər yerinə də. Alo. Yox. Bəli. Alo, salam Ləman xanım. Salam. Necəsiz? Yaxşı, çox sağ olun, buyurun. Ləman xanım, mən sizi canımdan götürdüm nömrənizi. Mən sizi çox sevirəm, sevilirsiniz. Çox sağ ol, ürəyim öpürəm səni. Siz sağ olun, mən də sizi öpürəm. Sağ olun, Allah amanında. Sağ ol. Bunları danışmısan, başqa söhbətə geç. Başqa söhbət bacın oğlanla ilk tanış olanda necə oldu, nətər oldu? Birinci oğlan bacına salam verdi, yoxsa bacın oğlana salam verdi? O dəniz qırağında oturanda, sən evdə oturub bacından istişli siqaret gözləyəndə bacın hansı oğlandan oturmuşdu? Başqa söhbət budur. A, B, C variantı. Hansı? Salam, salam. Bacım yoxdur. Elə bilindi bacın yoxdur. Bacın olsaydı gəlib ağzımı burada qatxın dağıtmazdım. Olmayan bacımın adından sevindim ki, sənin kimi atıb yaşayan qardaşı yoxdur. Bunları hamısı özü edib. Bəli, mən qız vaxtı sevgilim də olub, gelib dəniz qırağında da oturmuşam da, görüşmüşəm də, əcəb də eləmişəm. Sən nə eləmişsin? Kompüterlə görüşürsən, görüntülü danışıb ərə getmişsən, Hacı xanım. Bu meçiddə görüb ancaq oğlanı. Bu Hacı xanım rahibə Terezadır. Namuslu qiriyyətli bacım. Ancaq Skype-la danışan başım. Bu görüşməyib. Bəs kontaktivin yarısı oğlan deyə. 90-nın bəlkə 80-ı oğlanda adın qız adı qoymuşsan. Qaloş. Hamısı necə ələdə. Mən ən azından danmıram, danışıram. Qotur. Qotur. Eyrəmçə. Olmaz. Hər alnın möhrə qoyan insan olsaydı nə var idi? İnsanın uçuram indi, qanad gəlsin gedirəm. Təbii ki, haqlıyam. Namaz qılmaq şərtdir, amma o demək deyil ki, hər namaz qılan yaxşılardan qıraq, qəlbi təmizdir və Allah adamıdır. Elə bir şey yoxdur. Çünki mən ətrafımda olub görmüşəm. O qədər yaxşılardan qıraq. O qədər namaz qılıb qeyb dalca danışıb ki, Qurana şoka düşmüşəm ki, bu necə alnın möhrə qoyur. İnsan çünki namaz necə alnın möhrə qoyur. İnsan çünki namaz necə alnın möhrə qoyur. İnsan çünki baş şeydir. Qılırdım qız vaxtı. Prosta Allah açıq getməsin, qəzalarımı çox saxlayırdım. Qəza da deyir, şeytan yoldan çıxardır, eləyir səni qəzanı.
Etməyin, valla yazıqdır, balası var, haqqına girmə. Mənim heç vecimə də deyil, mənim günahlarım azalır. Bu şeydir. Mənim heç elə şeylər vecim olsaydı. Üzüyü çıxır da belə sabundan niyə çıxardıram ki? Hamı pissi sən yaxşısan. Yox, hamı niyə pis olur ki? İranda belə danışsan dilvi kəsərdilər. Nə dedim ki, dili kəsiləsi? Səhv söz demədim ki, düz deyirəm də. Nə dedi ki? Nə bilim, nə dedim ki? TikTokda hamı ilə dalaşırsan. Uf, hamı məndən dalaşır, cavabım verirəm əzizim. Çünki bilirlər ki, mən heç kəsin sözünün altında qalan deyiləm, hamıya da cavabım verəcəm. Nə deyirlər, cavabım verirəm. Kimsə qabağında susuram, sakit dururam, götürüb yorumlarda yazırsınız, qorxdu cavab vermədi. Cavab verəndə də oluram həyasız. Sizə dombalaq aşırsan pisdir, aşmırsan pisdir. Həqiqətən də o bir dənə söz var. Suyun üzündə düz də getsəz bir söz tapırsınız. Yaxşıdır valla, hamı mən hər söz desin, mən durub baxacam. Mən dalaşqan deyiləm. Onlar bilirlər mənim xasiyyətimi, mənə elə yerdən vururlar, mən də cavablarımı verirəm. Yaxşı da eləyirəm. Qəribə insandılar. Mən neyim, mən yazıq. Deyirlər, cavabını da verirəm. Mən heç kəslə dalaşmıram ki. Neyim, kimisə durum qabağında sakit. Allah ki, bir-iki dəfə elə elədim, gördüm yorumlarda yazırlar. Ləman qorxdu, Ləman cavab vermədi. Ləmanın qabağımdan çiyən deyildi, nə oldu, nə bilim nə. Cavab verirsən belə, bacı, vermirsən belə. Valla mən davakar deyiləm. Mənim xasiyyətimi bilib ona görə məndən danışırlar, mən də cavab verirəm. Mən nə dedim? Mən davakar deyiləm. Davakar niyə olum ki? Deyirlər, cavabımı verirəm. Neyin durum baxım, sən nəsə desəm cavab vermərsən. Sən də verərsən də. Yox, sizə də desələr susarsınız. Neyniyim? Deyirlər, cavab verirəm. Onlar bilirlər mənim xasiyyətimdir ki, mən söz altında qalan deyiləm, cavab verəcəm. Kimə nəsə desəm cavab verər də, kim durub baxar ki? Bayaq məsəl üçün velo. Gəldi mənə dedi, nə oldu bə? Sevərlə görüşməyəcəkdin. Mən də dedim ki, hə, sən də çox adamla dedin görüşməyəcəm, görüşdüm. Mən orada dava elədim. O söhbət çevrildi davaya. Niyə düzün danışanda xoş gəlmir? Niyə mən neyniyim? Deyirlər, cavabını alırlar. Mən demədim ki. Mənim xasiyyətimi bilər ki, mən söz altında qalan deyiləm. Primə görə eləyirsən. Mənim primə ehtiyacım yoxdur. Mən gəlib gedici yayıncılardan deyiləm. Şükür Allah'a 7 ildir buradayam. 2K, 3K, 1K daimi izləyicim var. Mən 50-60K'dan düşüb 1K'da oturmamışam ki. Normal, stabil 4K, 5K, 6K, 1K, 2K adamım olub. Artığı da mənə lazım deyil. Necə gəlmişəm, elə də gedirəm. Mənim nə primə ehtiyacım? Mən heç kəs tanımır bəyəm. Prim eləyəsini inirəm ki. Allah ki, mənim daşım ağırdır, bacı.
Özləri sataşırlar, söz də deyəndə deyirlər həyasızsın. Heç olmasa bir dəfə vicdandan Allahla danışın. Ehtiyac yoxdur Velizara. Velizar bayaq qoşulardı. Dava salmaq üçün qeybətə qoşulmasın. Bayaq sayardı, qoşulardı. Necə PK-dan atdı, elə də geçsin işi ilə məşğul olsun. Mən yalaq yaltaq deyiləm ki. Özümə də hörmət edirəm. İstəyir 100 min izləyicisi olsun, mən hörmətsizliyi götürmürəm. Ehtiyac deyil mən istəyə atmağa. Mən PK-dan çıxartmaqla hörmətin elədi. Ehtiyac yoxdur, münəccim deyil burada kimisə qoşur. Bax, dünən gecədə pis yuxu görmüşəm. Hədiyyə atmırlar. PK eləmirəm axı, sizlə söhbət edirəm. PK eləməyəndə mənə onsuz da hədiyyə gəlmir ki. PK eləyəndə gəlir. Burada başqalar haqqında danışmayın. Atacağım səs sizə. Kayıtlara baxaram, haqqında nə danışırlar, normal cavab da verərəm. Sırğa hardandır? Səhifəsini dedim paylaşacağım, yadımdan çıxdı. Yalan yazırlar. Neysə, bir yazırlar, cavab verir. Yox, bu qızıl deyil, bu prostoydu. Uşaqlar, başqalara mən soruşmuram kim məndən danışır, kim məndən danışmır. Maraqlı deyil. Dediniz istəyə atır, dedim əgər atırsa atmaz. Bax, dünən gecədə pis yuxu görmüşəm. Çox sağ ol, təşəkkürlər. Niyə ağlayıram ki? Ağlamalı hiçbir şey yoxdur, ağlayayım. Şükür Allaha. Mən elə mənəm əzizim. Mən yerimdə oturmuşam, yerimdə də qalacam. Çünki mən heç vaxt paxotkamı və özümü pozmuram və heç vaxtı dəyişmirəm. Yadınızda saxlayın. Dəyişməyən insanlar hər zaman var. İnsan necə özü kimi qalırsa hər zaman var. Mən müvəqqəti deyiləm. İnsan, valla bu hamıya aiddir. Kim özü kimi qalırsa hər zaman var. İnsan gərək öz paxotkasını qoruyub saxlasın. Onsuz da mənim izləyicilərim hara getsə də hərlənir, fırlanır, mənim yanıma gəlir. Çünki insanlar həmişə bəli, mənim paxotkam var. Özümə görə var. Paxotka demək deyil, nəsə böyük bir şey. Yəni ki, dəyişmirsən də, necə varsan eləsən. 1000 dondan 1000 dona girməmək, o mənada deyirəm. Valla mənə bəyənməyə bilərsiniz, amma mənə deyə bilmərsiniz ki, sən bu TikToka gəldin, dəyişdin. Mən necə var eləyəm. Nə xasiyyətimi dəyişdim, nə bir şey. Məndə vicdiyi yoxdur. Dalaşanda da bildirirəm, aqressivliyimi də bildirirəm. Mən əsas odur qəlbimdə çirkinlik yoxdur.
Bir də söz aparıb kim söz gətirsə gedəcək bloka. Mənə maraqlı deyil başqa canlılar. Sən həmişə, mənim o xasiyyətim var. Düşünmədən danışıram, sonra düşünürəm. O qəlbi təmiz insanlara aiddir. İnsan birinci ürəyinə nə gəlir, onu da deyir. O məndə var, hə. Bicliyim yoxdur ona görə. Bicliyim olsa danışıb, düşünüb sonra danışardım. Mən düşünmədən danışıram. Sonra düşünürəm. Hə, o bicliyi olmayan insanlar elə olur, valla. Bicliyi olan insan da düşünür, ağıllıdır. Başı işləyir, fikirləşir, sonra danışır. Mən danışıram, sonra fikirləşirəm. Həqiqətən eləyəm. Çünki necə var eləyəm. Aleykümselam. Qəşəng sırğalarında. Qoşulmuram onsuz da, ehtiyacım yoxdur qoşulmağa. Ad yazmayın chatda. Bəzi adları vəfşə görmək istəmirəm chatında. Moddan düşdüyə bu da. Hə, mən moddan düşdüm. Mənim üzümə deməyə çox adamın duxu çatmır aşkım. Yemir mənim üzümə deməyə. Mənim dalımda danışa bilərlər ancaq. Çünki mənim üzümə deyəndə, mən sözü deyəndə PK-dan atılıram. Çünki düz söz deyəndə, söz çatdırmayanda PK-dan atırlar məni. Çünki mən heç kəsin qabağından yemirəm. Sözümü də deyirəm. Yeyirsə mənim üzümə. Yo, mən o ümumiyyətlə deyirəm, fa. Qızlar, nömrəni deyim, yazın mırtdaşaqda. 077 318 30 99 318 30 99. Kızlar, canlı paylaşıp beni sev atında. Oy kızım, çok oturanda da belim ağrıyor. Çok sağ olun.
Ay Sev, o səsin gəlir ha bura. Sən istəmərsən canlıda eşidilsin. Səsin buradadır. Bura gəlir səsin. İstəyirəm şəhərdə solo konsert verim uşaqlar biraz. Vallahi. Biraz solo konsert verim, şüvənlik eləyim. Artisti eləyim biraz. Biraz kütləyə işləmək istəyirəm. Elə olan da yaxşı olur. Solo konsert verəcəm. Bir o qalmışdı. Yo, eləmək istəyirəm zarafatsız. Prosto öz aramızda qalsın. Biraz mənə yazsınlar, halaldır, halaldır, halaldır. Sonra yaddan çıxacaq. Paxıllıqdan necə yanırsan? Sən kim belə deyən çox insan, çox izləyicilər görmüşəm. Əla fikirdir. Ərlərinə xəyanət edənlər gəldi. İnanın Allaha, bunlar ərlərinə xəyanət edənlər. Qur'an-ı Kərimdə olsun. Ərlərinə xəyanət edənlər gəldi. Ərlərinə xəyanət edənlər gəldi. Bir dənə bildirin özünüzü, ərlərinə xəyanət edənlər. Salam. Ərlərinə xəyanət edənlər gəldi qızlar. Qur'an and olsun. Və onlar ərlərinə xəyanət edənlər. Tövbə. Küçədə qalmışlar. Küçədəkilər. Bu xəsiyyətini dəyişməsən tək qalacaqsan. Valla ətrafımda qaşqaldaqların olmağındansa tək qalmağım yaxşıdır ömrüm. Qaldı ki TikTok'a, mənim ətrafım TikTok'dan ibarət deyil. Bura sadəcə bir sosial şəbəkədir. Burada hamı bir-biri ilə PK eləyir, sağollaşır. TikTok'la həyatı bir görməsən ömrüm. Salam aleyküm. Bu İngilizce yazılar gedir. Bu ne deməkdir? PK'də nasıl axır vaxtlar PK'ya marağım yoxdur. Nömrə yazmayın da çata. Sabah gedim o nömrəmi də düzəltdirim. Nömrəmə nəsə mənim gizləyir. Niyə getib yatmırsan? Niyə getib yatım? Oturmuşam da söhbət edirəm. Aşk koşmalıymış. Tural teşekkürler. Zaten koşmuram. Tural çok sağ ol. Səhifəm düzələnə kimi biraz pek eləməyəcəm qızlar. Çünki bir ay sadəcə açıb düzəltməyə çalışacağım səhifəmi. Vaxtında yeni vaxtı açmalıyam. Tural çok sağ ol. Ay Tural. Teşekkürler. Oy benim ağrıdı kızlar. Tural çok sağ ol. Yoruldum ya Allah haqqı. Elə ki enerji ilə açmışdım bugün canlını. Enerjimin içine düdüllətdilər. Bey quşlar. Tural çok sağ ol. Tanış gəl Tural. Kimin canlısında görmüşəm. Çox sağ olun. Teşekkür edirəm. Kökəlməmişəm. Arıqlamışam. Gördünüz dünən üzüm bu boydaydı. Mənim üzüm alergiyalıdır hal-hazırda. Bir də görsən şişir yatır. Bu biraz devam edib kəsəcək. Kökəlmirəm mən. Kökələcəm ki mən yetim. Ağ ilə göstərir məni qızlar. Tural teşekkür edirəm.
Çünkü üzüm şeydir, alergiyaya görədir. Şişir yatır, şişir yatır, şişir yatır. Düzələcək. Tural, çok sağ ol Tural. Kızlar canlımı paylaşın da. Direkte yazmışam, bakın canlıdan sonra. Ne haqda yazmışsınız? Tural, çok sağ ol. Teşekkürler. Hə, dünənki resept. Vay, onu dünəndən fikirləşirəm, necə deyəcəm, necə onu sizə mədəni şəkildə başa salacağım. Deyərəm. Onu elədiniz, qadın həkiminə getməyə ehtiyac qalmayacaq. Bir dənə resept var. O da kızlar, kızlar. Kızlar canlını paylaşın. Söz deyəcəm. Səhifəmə görə deyə bilmirəm, çünki bugün uyarıdan çıxıb. Dünən canlım getmişdi, axı bilirsiniz. O mədəni şəkildə cümlələşdirib deyəcəm sizə. Çox istidir, ürəyim sıxılır. Yaxşıyam, sən necəsən? Kızlar canlını paylaşın minnoşlarım. Bir damcı da saçlarım uzansaydı bu qaynaq sevdasından dızqırdardım. Uzanıb uzanmağına. Prosta tam bu çolkan falan saçım istədiyim effektdə deyil hələ. Hə? Niye? Sırğalarım pisdir, qəşəngdir. Neynəsən də dönməz əmirdi. Getdi. Kim getdi? Bax dünən gecədə Asməyə day oxşatmadıqları adam qalmadı bu Bakı şəhərində ömrüm. Bir dənə məni Əli Mirəliyev oxşatmadınız. Onu da oxşadın, qurban olduqlarım. Canım qutarsın. Hamı gördü mü? Ne gördü mü bacı? Kızlar canlımı paylaşın aşklarım. Görün bugün canlım. Bugün canlımın aktivliği. Qaşay. Kini. Alverə çıxıb axtarır. Mı? Kələtti kalla. Velizara görə aktiv oldu. Aşkım 7 ildir Velizar var burada. Bəstirin də siz Allah. Siz kütlə niyə beləsiz əksəriyyətimiz Velizar? Mən Velizar var idi. Velizar da Velizar. O vaxtı bir şey çıxmışdı. Başlamışdı dır danışmağa. İndi eyni şeylər. Bezdirmişsə cəmaatı. Velizar da Velizar. Milləti bezdirməyin. Hər kəs özünə görə öz izləyici, söz sevəni var. Velizar sevirsən vızqıq ged onun səhifəsində. Burada nə atdırırsan?
Git işinlə məşğul ol da. Təpəlipə. Velizar da velizar. Mazikimiz eləməsən Allah. Düşün, 7 ildir velizar tanırdın sən. 3 aydır velizar tanıyıb qonmusuz bütün yayınlara. Velizar gəldi. Bəstirin siz Allah ətimizi tövməyin dayı. İzləyirsən ged izlə, bas bayrağı az danış. Velizar yox idi, bizə baxırdınız. Adam bu qədər nankor olmaz, bəziləri bizə aiddir. Başladılar düşüklər. Yaxşı edir baxırıq. Ay ürəyim, təbii ki, yaxşı elib baxırsın. Mən də baxıram. Prosta gəlib canlıya yazıb adamı nervi eləyir, axı düşük. Deyir, pis elib baxırsan. Kanişlə yaxşı elib baxırsın. Əcə birisi əlivin içindən gəlir. Sözə bir axıra kimi qulaq as, gör nə deyirəm.